Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri. Ümidvaram ki, yaxşısınız. Sıxıntınız, probleminiz yoxdur. Həftəlik açılım eləyəcəm. 19 və 26 yanvar tarixlərində bizi nə gözləyir, buna baxacağıq. Bu arada yenə də qeyd etmək istəyirəm ki, şəxsi baxım eləmirəm. Sadəcə kollektiv açılımlar eləyəcəm. Yəni şəxsi baxımlar üçün yazmayın. Sadəcə kollektiv bir açılımlar eləyəcəm sizə. O da ancaq YouTube kanalında, nə TikTokum yoxdur, Instagramda şəxsi baxım eləmirəm. Burada kollektiv açılımlar eləyəcək. Birinci variant, ikinci variant və üçüncü variant. Hansı dəstə ilə daha çox uyumlanırsınızsa onu da seçin. Bir dəstə seçirsiniz və baxaq görək üzümüzə gələn həftə sizi nə gözləyir. Kimin üçün vaxt azdırsa videonu saxlaya bilərsiniz. Birinci variantı seçənlə başlayırıq. Görək üzümüzə gələn həftə sizi nə gözləyir? Nə yenilik olacaq həyatınızda? Yoxsa monoton mu keçəcək? Çünki bir həftə qısa bir müddət olduğu üçün yəni dəyişiklik ola da bilər, olmaya da bilər. Baxın, belə eləyəcəm. Birinci variantı seçənlər üçün. Maddiyyat üçün, maddiyyat, iş fərqi yoxdur da, yəni. Bunun üçün bu variant, yəni zaten seçmişsiniz də siz birinci variant. Sadəcə olaraq iş üçün budur, sevgi həyatı üçün aşağıdakı dəstəmiz. Yəni burada heç bir seçim eləmirsiniz. Siz onsuz da birinci variantı seçmişsiniz. Sadəcə bu iş üçündür. Gəlin baxaq. Baxın, belə bir şey deyim. Od ünsürü olma ehtimalınız böyükdür. Ola bilsin od ünsürüsüz, yəni Qoç, Şir, Oxatan bürcündən ola bilərsiniz. Biraz ola bilsin ki, maddiyyatda bloklanmanız var. Yəni iş axtarırsınızsa, harasa gedirsinizsə, CV atırsınız və yaxud da ki, danışıqlar eləyirsiniz, amma onlardan cavab gəlmir. Bu kartımız onu göstərir ki, hansısa bir bəyəndiyiniz və yaxud da bəyənmədiyiniz bir iş yerindən sizə nəsə təklif gələ bilər, nəsə iş danışması ola bilər. Demirəm, işə qəbul olacaqsınız. Amma işə təklif, xəbər, belə bir şey göstərir bu kartımız. O zaten yəni belə deyim ki, oturub işi gözləyən adam deyilsiniz. İş axtarırsınız, çalışırsınız, çabalayırsınız, nəsə eləməyə, yəni əlinizdən gələn hər bir şeyi eləyirsiniz. Sadəcə biraz bloklanmanız ola bilər. Bu əməl cadu demirəm. Sadəcə olaraq nəsə bloklanmanız ola bilər. İş axtarırsınız və yaxud da ki, maddiyyat tərəfdən biraz sıxıntılar yaşaya bilərsiniz ki, bu da onu göstərir ki, bu kartımız bu maddi sıxıntılardan xilas olacaqsınız. Prosto biraz zaman lazımdır. Biraz zaman lazımdır. Gözləntidəsiz. Bəzi şeylər var ki, onun gözləntisində siz maddi tərəfdən biraz köməklik ala bilərsiniz. Kimsə sizə köməklik eləyə bilər və yaxud da ki, özünüzün yığdığınız bir pul varsa onu xərcləyə bilərsiniz. Çünki çox da mən kasıb bir vəziyyətdə, çox da belə yoxsul bir vəziyyətdə görmürəm sizi. Sadəcə olaraq biraz bloklanmanız var. Maddi tərəfdən və yaxud da ki, iş axtarırsınızsa, oradan cavab gözləyirsiniz və bu cavab da gələcək. İndi danışarsınız, qəbul eləyərsiniz, bu sizin şəxsi işinizdir. Amma oradan çağırılacaqsınız, CV atmısınızsa, oradan dəvət ala bilərsiniz. Yəni, bunun olumlu və yaxud da olumsuz olmağı sizdən asılıdır. Belə. Gəlin baxaq, görək sevgi tərəfdən nə gözləyir sizi. Bəziləriniz evli bir insanla münasibətdəsiz, bu ola bilər. Yəni, siz izləyənlər çox olduğu üçün hamıya uyğun gəlməyə bilər. Bu normaldır, yəni. Ona görə mən bir-iki ehtimal deyəcəm ki, sizə necə uyğundursa onu da qəbul edirsiniz. Bəziləriniz də evli bir insanla münasibət qurmuş ola bilərsiniz. Bu insan işi yaxşı ola bilər. Soyuqqanlı bir insan ola bilər. Tez hərəkət eləməyi sevməyən bir insan ola bilər. Yəni bir hərəkət eləmək üçün yüz ölçür, bir biçir. Belə bir insan ola bilər. Biraz qəlb qırıqlığınız var bu insanla.
Addım kimi bir şey görmürəm burada. Siz addım atsanız biraz agresiv qarşılaya bilər. Bu birinci ehtimaldır. İkinci ehtimal, bu insanla ciddi bir münasibət qurursunuz siz, ciddi bir yoldasınız. Ola bilsin ki, evlilik yolundasınız və yaxud da ki, bu insan sizə bəzi vədlər verib. Sadəcə olaraq hal-hazırda bu insanla qəlbiniz qırıqdır. Bəzilərinizdə xəyanət ehtimalı da ola bilər. Çünki yenə deyirəm, şəxsi baxım eləmirəm mən. Yəni ümumi açılım olduğu üçün hamıya uyğun gəlməyə bilər. Bəzilərinizdə ola bilsin ki, bu insandan ya qəlb qırıqlığı almısınız, ya da ki, bu insana xəyanət almısınız. Soyuqqanlı bir insandır, qısqanc bir insandır, kobud bir insandır. Bəzilərinizdə ailəli ola bilər bu adam. Ailəli deyilsə, bu insanın ciddi bir yolda ola bilərsiniz. Hələ ki, evlilik kimi bir şey deyə bilmərəm sizə, amma ola bilsin ki, ciddi bir münasibətdə siz onun ailəsi bilə bilər və yaxud da onun ailəsi bilmir, sizin ailəniz bilə bilər. Bu insanla bağlı bəzi gözləntiləriniz var, bunu göstərir. Tez hərəkət edən bir insan deyil. Oturur, düşünür, ondan sonra addım atır bu adam. Yəni düşünürsünüzsə ki, bu həftə ərzində bu insanın addım gələrmi? Bu həftə ərzində addım yoxdur. Bu insan bəzi şeyləri özünə çəkilib də düşünmə ərəfəsində ola bilər. Çünki bu kartımız tez hərəkət edən bir insanı göstərmir. Daha çox düşünən və addım atan bir, düşünən, ondan sonra addım atan bir insanı göstərir. Birinci variantımız belə getdi. Bu həftə ərzində bunlar ola bilər sizdə. Gələk ikinci variantımıza. Görək sizi nə gözləyir. Maddi tərəfdən görək sizi nə gözləyir. Və sevgi tərəfdən. Bir də ki, yorumlarda yazarsınız, belə eləyim yoxsa bir yerdə mi eləyim? Məncə ayrı-ayrı eləməyimiz daha yaxşıdır ki, daha yaxşı anlaya bilirsiniz. Baxaq. Görək maddi tərəfdən sizi nə gözləyir. Maddi tərəfdən sizi çox yorğun bir halda görürəm. Yəni, çox yorğunsunuz. Sanki nəyi necə eləyəcəyinizi bilmirsiniz. Ya harasa gedə bilərsiniz, orada pulunuzu çox xərcləyə bilərsiniz. Yoxsul bir vəziyyətdə qala bilərsiniz. Kiməsə ağız aça bilərsiniz, kimdənsə pul istəyə bilərsiniz. Çünki burada sizi mən maddi tərəfdən, yəni bu sevgidə çıxsaydı başqa cür oxuyardım da. Pulda, maddiyatda çıxıb deyə bu sizin daha çox ehtiyac duyduğunuzu göstərir. Nəysə ehtiyac. Ola bilsin ki, istəyirsiniz ki, maddi tərəfdən çox rahatlanmaq istəyirsiniz. Maddi tərəfdən istəyirsiniz ki, biraz fərahlayın, biraz nə bilim, hər şey yoluna düşsün, elə bir düşüncədəsiniz. Bunun üçün də çabalayırsınız. Yəni, əlinizdən gələn hər bir şeyi eləyirsiniz. Əvvəllər elə bir maddi tərəfdən elə də sıxıntınız olmayıb. Sadəcə ola bilsin ki, bu həftə ərzində maddi sıxıntılarınız ola bilər. Və insan deməyəcəm. Sadəcə olaraq nəsə gözləntiniz var. İnsandan yox, nəsə gözləntiniz var. Nəysə gözləyirsiniz elə. Nəysə düzəlməsini gözləmiş ola bilərsiniz. Nəyinsə yoluna düşməsini gözləmiş ola bilərsiniz. Amma maddi tərəfdən sizi daha çox sıxıntılı bir vəziyyətdə gördüm. Yəni nəyi görürəmsə onu da deyirəm. Burada yalan danışmağın mənası yoxdur. Yəni burada maddi tərəfdən sizi sıxıntıda görürəm. Və hələ ki belə də davam edir. Bu həftə ərzində bir həftəlik müddət deyirəm. Görək sevgi tərəfdən. Aha. Baxın, siz tələbə ola bilərsiniz. Və yaxud da ki, istədiyiniz insanla bir yerdə işləmiş ola bilərsiniz. Tələbə ola bilərsiniz və yaxud da ki, bu insanın daha çox ədalətli bir insan olduğunu, daha çox, necə deyim, sizdən daha üstün qərarlar aldığını düşünmüş ola bilərsiniz. Ağıllı bir insan olduğunu düşünə bilərsiniz. Sizə qarşı duyğuları varmı? Var bu insanın. O insan sizdən nəsə bir gözləntidədir, nəsə bir şey gözləyir sizdən və yaxud da ki, ola bilsin, siz ondan gözləyirsiniz. Hədiyyə ala bilər və yaxud da ki, sizə nəsə söz verib onun gözləntisindəsiniz ki, bunu eləyəcək.
Biraz bu insanla bağlı qorxularınız ola bilər. Və yaxud da ki, bu insan içki aludəçisi ola bilər. Və yaxud da ki, nəsə bir qorxuları var, travmatik bir şeyləri var, ailə tərəfindən ola bilsin. Bu insanla üzləşməniz görünür, üzləşə bilərsiniz. Bəzi hallarda, çox az bir halda, 20% hallarda isə bu insanla siz qismət, normalda mən qismət birliyinə baxmıram, amma ya belə deyim, ya bu insan sizin karmanızdır. Yəni bu insan sizin həyatınıza çıxıbsa bunu yaşamalısınız. Bu sizin karmanızdır. Ola bilsin ki, bu insanla 20% ehtimalla siz bir yerdə, axıra qədər bir yerdə davam edə bilərsiniz. Bəzi hallarda isə bu insanla siz üz-üzə gələcəksiniz və bəzi şeylərin həllini tapacaqsınız, bəzi şeyləri yoluna qoyacaqsınız. Belə deyə bilərəm. İkinci variantımız da belə getdi. Gəlin baxaq görək, üçüncü variantı seçənlər sizdə nə görünür? Birinci sıramız olsun iş üçün, ikinci sıramız isə sevgi üçün. Baxaq. Bu arada qızlar biraz qrip olmuşam, üzürlü sayın bunun üçün. Amma yenə də siz istədim videosuz qoymayayım. Baxın, belə bir şey deyim. Siz dövlət içində işləmiş ola bilərsiniz və yaxud da ki, dövlət içində işə qəbul olmuş ola bilərsiniz. Bu həftə ərzində həmin o yerdən sizə təklif gələ bilər və yaxud da ki, siz öz işinizin sahibisiniz. Çünki çox belə bir şey deyim sizə. Bir dənə su içim gəlirəm. Çox danışanda boğazım quruyur. Hə. Belə insan ola bilərsiniz ki, siz tutduğunuzu qopardırsınız. Yəni çox hirsli bir insansınız iş baxımından. Yəni bu işi mən götürmüşəmsə, tutaq ki, bunu axıra qədər çatdırmalıyım. Belə bir insan ola bilərsiniz. Bəzilərinizdə bir ortaq bir işçiniz ola bilər və yaxud da ki, siz 2 nəfər bir işi görmüş ola bilərsiniz. Şəxsi kiçik də olsa biznesiniz ola bilər. Biraz sıxıntıda görürəm sizi. Biraz sanki, biraz yox, çox düşüşdə ola bilərsiniz də. Yəni, necə deyim, yəni 10 qılınc çox pis kartdır. Yəni, bu düşüş sayılır da. Yəni, pik həddidir. Yəni, ola bilsin ki, yəni, belə deyim də sizə, loru dildə deyim. Yəni, alverçi sizdə, alveriniz olmaya bilər və yaxud da ki, kiçik biznesiniz varsa, ola bilsin ki, arendanın yerini verə bilməyə bilərsiniz və yaxud da ki, nəyəsə ehtiyacınız varsa, onu almaqda çətinlik çəkə bilərsiniz. Yəni, mən bunu loru dildə dedim. Amma belə bir şey deyim ki, gözləmədiyiniz bir anda yenə də siz yüksələcəksiniz. Yenə də siz, ola bilsin kimsə sizə ədalətsizlik eləmiş ola bilər. Kimsə sizin haqqınıza girmiş ola bilər. Amma ədalət öz yerini tapacaq. Bunu deyim sizə. Bu birinci variant. Yəni, hamınız burada biznesmen ola bilmərsiniz. Hamınızın öz şəxsi yeri ola bilməz. Gələk ikinci varianta. Bəzilərinizdə isə kimisə köməkliyi vasitəsilə, yəni hal-hazırda düşüşdəsiz, maddi tərəfdən çətinlik çəkirsiniz. Kimisə köməkliyi vasitəsilə, ya sizə ki, hardansa pul gələcək, ya da ki, ailə tərəfindən ola bilər, yaxınlarınız tərəfindən ola bilər, doğma bildiyiniz bir insan tərəfindən sizə maddi tərəfdən köməklik gələcək. Belə bir şey olmasa belə, kimsə sizə köməklik vasitəsilə bir iş tapacaq. O işdə artıq ruzunuz olarmı, qabağa gedərsinizmi, yaxşı olarmı? Bu artıq ikinci sualdır. Biz hal-hazırda bir həftəlik bir müddətə baxırıq. Burada onu göstərir ki, yəni siz kimisə köməkliyi vasitəsilə iş tapacaqsınız, dövlət işi olacaq özdə. Yəni dövlət işində bir işə başlamış ola bilərsiniz. Belə. Baxaq, görək sevgi tərəfdən sizi nə gözləyir. Özünü göstərdi sevdiyiniz insan. Bu insanla belə deyim. Baxın, o və siz. Ola bilsin ki, o od ünsüründən ola bilərsiniz, su ünsüründən ola bilərsiniz və yaxud da tərsinə də ola bilər. Çünki tarotda cinsiyyət yoxdur.
bu o da ola bilər, bu da siz ola bilərsiniz. Fərqi yoxdur və yaxud da ki, tərsinə. Biriniz od ünsürü, biriniz su ünsürü ola bilərsiniz. Sevərək bitən bir münasibət görürəm aranızda. Amma sevgi varmı? Varmı? Daha çox sevgi verən tərəf sizsiz, daha çox hərəkət edən tərəf odur. Biraz bəzi mövzularda ikiləmdə qalmısınız, bilmirsiniz, ola bilsin addım atasınızmı, atmayasınızmı. Amma burada istər oğlan getmiş olsun, istər siz getmiş olasınız. Burada sevərək bitən bir münasibət görürəm. Yəni münasibətiniz hal-hazırda yoxdursa, bitibsə, ayrılıq qərarı vermirsinizsə, bu sevərək bitən bir münasibətdir. Yəni düşünməyin ki, o insan sizi sevmir. Yox, elə bir şey yoxdur. Amma birli zamanda ola bilsin ki, həftənin birinci gün ola bilər. Videonu izləyəndən 1 saat sonra ola bilər ki, bu insandan sizə addım gələcək. Yəni burada yenə təkrar edirəm, sevərək bitən bir münasibət görürəm. İkiləmdə qalmısınız. O insan da ola bilər, siz də ola bilərsiniz. Bilmir addım atsın, atmasın və yaxud da siz addım atasınız, atmayasınız. Fərqi yoxdur. Bu sizin də addımınız ola bilər. Addım atsaz belə o insandan sizə olumlu bir cavab gələcək. Və yaxud da siz addım atmasaz belə o insandan sizə addım gələcək. Belə. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Yorumlarda özünüzü göstərin. Yorumlarda fikirlərinizi yazın. Belə eləyim, yoxsa bir yerdən mi eləyim hamısını? Bunu da deyərsiniz, zəhmət olmasa. Yenə deyirəm, xəstələnmişəm, ona görə üzürlü sayın. Özünüzü qoruyun, çünki virus çox yayılıb. Xəstələnməyin. Öpürəm sizi, özünüzə yaxşı baxın. Sağ olun.